Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qarşıdakı günlərdə Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tətil günləri gözlənilir. Xəbər verilir ki, hazırda tətilin 5 və ya 7 gün olması müzakirə mövzusudur. Belə ki, bir müddət öncə sosial şəbəkələrdə ölkədəki bayramlarla bağlı ardıcıl 7 gün iş olmayacağı barədə xəbərlər yayılmışdı. Bildirilmişdi ki, dekabrın 29-30 və 31-i eləcə də yanvarın 1-dən 5-nə qədər ardıcıl iş olmayacaq. Məsələ ilə əlaqədar Nazirlər Kabineti ilə əlaqə saxlandı. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bugünə qədər belə bir qərar yoxdur. Bu zaman əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu ildə 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə, yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı 5 gün olacaq. Xeyirli olsun.